لكن نتخيل أن الناس بيرضون عنا جميعا لا. ارفع رأسك وقل أنا سلفي ما في شيء. Sual olunur ki, oğurlanmaq qorxusu ilə pulu faizli bankda saxlamağın hökmü nədir? Əsl qayda odur ki, faizli banklardan uzaq durmaq, yəni onlarla faiz ehtiva edən əməliyyatlar aparmaq olmaz. Əgər insanın pulunu İslami olduğunu elan edən və sistemləri ümumilikdə İslama uyğun olan bir banka yerləşdirmə imkanı varsa, bu halda pulunu faizli banka qoyması icazəli deyil. يعلن أنه إسلامي وأنظمته في الجملة إسلامية فإنه لا يجوز له أن يضع ماله في بنك ربوي. Yox, əgər belə bir imkanı yoxdursa və ya bunu etmək ona həddindən artıq çətinlik yaradırsa, pulunu faizli banka qoyub, oradan faiz almamaq şərti ilə saxlaya bilər. Bunda bir qəbahət yoxdur. يعني البنك يتيح هذا فهذا أيضا لا بأس به. أما إذا كان البنك يدفع ما يسمى بالفوائد على المال تلقائيا Lakin əgər bank pulunuz orada olduğu müddətdə hesabınıza avtomatik olaraq faiz adı ilə məbləğ köçürürsə, bu şübhəsiz ki, ribadır, faizdir. İnsan buna məcbur qaldıqda, həmin faizdən özünə heç bir fayda gəlməyəcək şəkildə qurtulmalıdır. Birinci məsələ budur. Bəzi insanlar deyir ki, mən bu faizləri götürüb vergilərimi ödəyərəm. Deyirik ki, faizdən öz xeyrin üçün istifadə etmək olmaz. Onu öz yaxın qohumuna vermək də icazəli deyil. Həmin vəsaiti müsəlmanların ümumi ehtiyacları olan yerlərə, məsələn, ayaq yolu tikintisi, yolların çəkilməsi və s. sərf etmək lazımdır. Əgər bu da mümkün deyilsə, həmin pulu özü ilə heç bir qohumluq əlaqəsi olmayan, çarəsiz vəziyyətdə qalmış birinə verməlidir. Məsələn, bir nəfər əməliyyat olunmalıdır. Əks halda ölə bilər və əməliyyat pulu yoxdur. Bu pulu ona vermək olar, çünki bu zərurətdir. وليس عنده قيمة العملية يعطيه منه لأن هذه ضرورة أو إنسان مدين və ya borcu olan və ödəməsə həbs olunacaq, yaxud artıq həbsdə olan birinə həmin vəsaitdən vermək olar. Bundan başqa hallarda isə icazəli deyil. وما عدا ذلك فلا يجوز. Bununla yanaşı bilmək lazımdır ki, hazırda bir çox faizli banklar İslami pəncərə, bank daxilində İslami bankçılıq bölməsi açırlar. Həmin İslami pəncərə vasitəsilə əməliyyat aparmaqda inşallah bir problem yoxdur. İnşaallahu azza və cəll.